Salam hörmətli şagirdlər. Bildiyiniz kimi 9-cu sinif imtahanlarına az qalıb, mövzuların təkrarındayıq. Kanalda bir çox qaydalar paylaşılıb, modal feillərdir sırada. Başlayaq. Deməli, modal feillər əslində elə də çətin qayda deyil. Qaydaların da əslində heç biri çətin deyil. Sadəcə olaraq sizdən tələb olunan maksimum dərəcədə testlərdə diqqətli olmağınızdır. Okay, başlayaq. Choose the correct modal verb. Doğru modal feili seçək. Baxıram. Ümumiyyətlə modal feillərlə işləyərkən həmişə olduğu kimi cümləyə fikir veririk. Sonra bir-bir variantlarda diqqətli olaq. Baxaq görək bizə nədir. Baxıram, birinci cümlədə to-nu gördüm. Və mən bilirəm ki, could, should və can't özündən sonra, yəni can bunlar əsas modal feillərdir. Bunlar özündən sonra heç vaxt to qəbul eləməzlər. Haven't, hasn't və hadn't to da öz inkarını heç vaxt özü düzəltməz. Nə sualını, nə inkarını. Buna görə də elə cavabımız A variantıdır. 2-yə gəlirəm. Though it was dark, we see the white ship in the distance. Boşluğa baxıram, boşluqdan sonra feildə to yoxdur. Deməli, mən able-ı çıxartmalıyam. Niyə? Çünki able-dan sonra to işlənir. Baxıram, bunların hamısı işlənə bilər, bəs aradakı fərq nədir? Cümlə keçmiş zamandadır. Əgər cümlə keçmiş zamandadırsa, biz orada can, must və have to işlədə bilmərik. Deməli, cavabımız B variantıdır. Okay, devam edək. Let's see. 3-ə baxırıq. When will you come and see us in our new house? Baxaq, deməli, bizdən nə istəyir? Burada nəyə görə xətt çəkdim? Will var gələcək zaman. Və biz bilirik ki, must'dır, can'dır, should'dur. Bunlar öz suallarını və öz inkarlarını, yəni öz cavablarını özləri verərlər. Yəni must'dır, can'dır, should'dur olan cümlələrdə biz do'dur, does'dır, will'dir bunlardan istifadə edə bilmərik. Deməli, C, D, Y variantı buna görə çıxardıq. Have-dən sonra mütləq to gəlməlidir. Buna görə də cavabımız B variantıdır. Və biz bilirik ki, able-lar gələcək zamanla işlənəndə will be able to olmalıdır. 4-ə baxıram. John go home. İzahlarıma baxmısınızsa, bilirsiniz ki, dəfələrlə təkrar qeyd edirik ki, əgər bizə iki cümlə ard-arda verilibsə, deməli, mütləq ki, bir cümlə digərinə təsir edir və bu cümləni tərcümə eləməklə siz buradakı boşluğu tapa bilirsiniz. John go home. John evə gedir və ya getmir bilmirik. Baxıram, John bir nəfərdir. Ümumiyyətlə, modal feillər zamanlardan sonraki qaydadır. Buna görə də ümumiyyətlə bütün testlərdə yalnız sizdən tələb olunan qayda deyil. Məsəl üçün, modal feilləri istəyir bizə. Biz yalnız, təbii ki də modal feilə baxmalıyıq. Amma bununla kifayətlənmirik. Biz modal feilə də baxmalıyıq, mübtəda xəbər uzlaşmasına da baxmalıyıq, zamana da diqqət yetirməliyik. Yəni, hər bir xırdalığa fikir vermək lazımdır. Yoxsa ki, mən modal feili tapdım, amma cavab səhv gəldi. Ona görə də hər bir xırdalığa baxırıq. Deməli, modallardan John bir nəfərdir, have to yox, has to olmalıdır. John bir nəfərdir, ardından işlənə bilməz, çıxardırıq. A, D və Y bizim doğru cavabımızdır. Bəs necə tapa bilərik? Təbii ki, bu cümləni tərcümə eləməklə. The work has finished and I don't need him. İş bitib və mənim artıq ona ehtiyacım yoxdur. Əgər mənim ona ehtiyacım yoxdursa, o gedə bilər deməkdir. Yəni, 4-də A. Bu qədər sadə. Okay. Baxıram, 5-ə. That sign means that you. Boşluq var, smoke. Deməli, out sözündən sonra to qəbul eləməlidir, burada yoxdur. Təkrar deyirik, have, has, had. Bunlar öz inkarlarını və suallarını özləri düzəltməzlər. Should to ilə işlənməz, need to ilə işlənməz. Deməli, cavabımız D variantıdır. 6-ya baxıram. Jack explained the situation to them. Bayaq dediyimiz kimi, modallardan da savay biz hər bir şeyə diqqət etməliyik. Deməli, baxıram, auto ilə işlənir və s. Jack bir nəfərdir. Bir nəfərdirsə don't yox, doesn't olmalıdır. Sonra yadımıza düşür. Mən buna fikir vermədim. Buna öncədən fikir vermək lazımdır. Did keçmiş zamandadır və özündən sonra feili keçmiş zamanda işlətməz. Yəni, did olan cümlələrdə yanındakı feil, yəni özündən sonra gələn feil
sadə formaya keçməlidir, yəni indiki sadə. Buna görə də cavabımız 1 və 2-dir. Yəni bunlar modalların əlaqəsi olmayandır. Yəni bunlar zaman testləridir, mübtəda xəbər uzlaşmasıdır və s. 7-yə baxırıq. I drive a car because I don't have a driving license. Boşluğa baxıram, drive-də to yoxdur. Bilirik ki, having to öz inkarını düzəltməz. Ought-un to'su olmalıdır. Mən bir nəfərəm, ardından işlənə bilmərəm. Want gələcəyin inkarıdır və biz bilirik ki, gələcəklər able-dan işlənəndə istəyir inkarı, istəyir təsdiqi fərq etməz. Mütləq BC olmalıydı burada. Buna görə də cavabımız A variantıdır. Gəlirəm 8-ə. Nobody to explain. Cümlədə to gördüm. Could-u çıxardım çünki əsas modal fiildir. To ilə işlənməz. Bayaq dediyimiz want be ilə işlənməlidir. Bundan savayı fikir verirsinizsə, mən ilk başlayanda burada xətt çəkdim. Niyə? Çünki nobody artıq inkardır. Və cümlə sadə cümlədir. Bir sadə cümlədə bir inkar işlənə bilər. Yəni, bir inkar varsa yanında ikinci inkarı götürə bilmərik. Nobody artıq inkardır. Yəni, inkarı istifadə edə bilmərəm, inkarı istifadə edə bilmərəm. Qalıram D ilə Y-nin arasında. Baxıram, nobody törəmədir. Mübtəda xəbər uzlaşmasına diqqət edirik, eyni zamanda da əvəzlidir. Və biz bilirik ki, törəmələrin xəbəri həmişə təkdə olur. Yəni was. Bundan əlavə, yəni maksimum dərəcədə çalışıram ki, sizə faydalı olsun və diqqət yetirəsiniz və çox rahat da testi yazasınız. Baxın, nobody, mən həmişə deyirəm, body bir dənədir də, elə deyilmi? Deməli, sən onu vönən işlədin. Zaten bu bodies kimi, nobodies kimi verə bilməzsiniz. Amma yenə də yadda saxlayırıq. Burada nədir? Bir dənə, yəni təkdir. Təkdirsə deməli də was olmalıdır. Yəni, bu qədər sadə izah ola bilməz. Gəlirik 9, 10, 11. Baxaq. Deməli, 9-da nədir? The driver and passenger wear seatbelts for safety. Baxıram, to-su yoxdur. Mən ought-u çıxardıram. Ought özündən sonra həmişə to tələb edir. Mübtəda xəbər uzlaşmasıdır. Driver and passenger. Və ilə bağlandısa, mübtədamız cəmləndi deməlidir. Əgər mübtəda cəmdədirsə, biz ona həzlə yox, həvlə verməli. Yəni, xəbərimizdə cəmdə olmalıdır. Cavabımız 1 və 4. Listening is your weak point. That's why you listen to audios every day. To-su yoxdur. Deməli, have-i çıxardıram. Able-i çıxardıram. Okay. You, sən və ya siz deməkdir. Cəmdir. Həzdən işlənə bilməz. C ilə Y-nin arasında qalıram. Əslində qalmamalıyım. Cümləyə baxıram. Cümləm indiki zamandadır. Buna görə də had to deyil, have to verməliyim. Niyə? Çünki had to keçmiş zamandır. Orada isə keçmiş zaman göstəricisi yoxdur. 11-ci suala baxırıq. We have enough milk in the fridge, so we buy anymore. Birinci cavablardan da başlaya bilərsiniz. Burada to yoxdur. Have-i işlədə bilmərəm, çünki have özündən sonra to istəyir. Having to öz inkarını özü düzəltməz. A, B, C bizim doğru cavabımız. İndi, burada şagirdlər bir üsuldan istifadə edir. İki təsdiq, bir inkar və ya tərsi olanda həmişə tək olanı seçirlər. Deyək ki, bu işləyə bilər. Yəni, belə deyək də, hardasa bir 50-50-yə filan işləyə bilər. Amma hər dəfəsində də deyil. Deməli, bizim diqqət yetirəcəyimiz digər məsələləri biz həmişə deyirik, biz cümlələrdə çox diqqətli olmalıyıq və hər bir şeyə diqqət yetiririk. Deməli, mən diqqətimi mənim cümlədə nə cəlb elədi? Any. Və mən bilirəm ki, any bizdə inkar cümlələrində işlənir. Cavabımız hər bir halda C çıxa bilər. Amma yenə də tərcümə eləyək. We have enough milk in the fridge. Bizim soyuducuda kifayət qədər süd var. Bizim daha almağa ehtiyacımız yoxdur. Buna görə də cavabımız elə dediyimiz kimi C variantıdır. Davam edirik. 12-yə baxırıq. 12-də nə deyir? You to pay for a plastic bag at many supermarkets. Boşluqlardan sonra to var və mən bilirəm ki, can, should, must, need bunlar bizim əsas modal feillərimizdir. Bunlardan sonra heç vaxtı to işlənməz. Deməli, cavabımız D variantıdır. 13-də I think you take a powder with you. It's cold outside. Baxıram, to yoxdur. Deməli, mən have götürə bilmərəm. Çünki have to işlənməlidir. Can özündən sonra to işlətməz. Burada having to'su olmalıdır. Having to da öz inkarını düzəltməz. Qayda bilirsinizsə 100% yazacaqsınız. Davam edirik.
14'dən bizə nə deyir? 14'ə baxaq. Okay, let's see. Nice and Ryan or his sister pay tuition fee. They're studying free of charge. İki cümləmiz var. Baxırıq, birinci tərəfdə to yoxdur. To yoxdursa, deməli, have-ı çıxardacağım, has-ı çıxardacağım. Okay, A, B, Y variantları ola bilər, amma neither artıq inkardadır. Və biz bayaqlarda dedik, bir cümlədən inkarlığı varsa, buraya qədər sadə cümlədir. Yəni, ikinci hissəmizdə inkarlıq verə bilmərik. Yəni, B variantı və Y variantı buna görə çıxır, cavabımız A variantıdır. 15'e baxırıq. Children sit in the sun all day. It's not good for their health. İki cümləmiz var. Demək ki, mütləq bizə bir köməyi olmalıdır. Baxıram, to yoxdur. Have to olmalıydı. Çıxardıram. Ough'un to'su olmalıdır. B, C, D variantları bizim variantımız ola bilər. Yenə də iki təsdiq, bir inkar var. Yəni, uşaqlar belə seçim eləyə bilirlər. Dediyimiz kimi, buna qəti surətdə aldanmayın. Bəli, bəzən tutuzdurmaq olur, yəni üst-üstə düşür, amma hər dəfəsində deyil. Sizdən tələb olunan tərcümədir. Uşaqlar günün altında bütün günü oturmaq və ya oturmamalıdır, bilmirik. Bu, onların sağlamlıqları üçün faydalı deyil. Faydalı deyilsə, deməli, əyləşməməlidirlər. Buna görə də cavabımız C'dir. Devam edirik 16'dan. John can do it himself. He asks his friend to help. Ask'ın to'su yoxdur. Ümumiyyətlə, may to ilə işlənməz, must to ilə işlənməz. B, C, D bizim variantlarımız ola bilər. Tərcümə edirik. John can do it himself. John bunu özü eləyə bilər. Əgər özü edə bilərsə, deməli, heç kimə ehtiyacı yoxdur deməkdir. Cavabımız D variantı. Devam eləyək. Okay. If you borrow her car, you should back before she goes work. Baxırıq burada. Should gördüm. Should mənə deyir ki, mən əsas modal fe'lərdənəm və özümdən sonra bütün ümumiyyətlə modal fe'lər. Deməli, biz dedik ki, bizim əsas modal fe'lərimiz hansılardır? Can, may, must, should, need. Bunlar özlərindən sonra, yəni bu 5 modal fe'l. To, as, es, ed və ya ing qəbul etməzlər. Yalnız və yalnız feil necə gəlməlidir? İndiki sadə formada. İndiki sadə formada mütləq. Yəni, should'dan sonra feil sadə gəlməlidir. Yəni, C variantı. Gave sizi çaşdırmasın, ha? Gave keçmiş zamandadır. Davam edirik. 18'də nə deyir bizə? Okay. There are plenty of tomatoes in the fridge. You buy any. Okay, let's see. Deməli, soyuducuda pomidorlar, çox pomidor var. Sən almaq. Eyni mənə artıq deyir ki, bu cümlə inkarda olmalıdır. A, B, C çıxardırıq. Niyə? Will be able to, are able, able'ın zaten to'su yoxdur. D ilə Y-nin arasında qaldım. Burada biraz yanlışlıq olsun. Cümləmiz indiki zamandadır. Buna görə də mən keçmiş verə bilmərəm. Cavabımız elə Y-dir. 19 tipli cümlələr imtihana düşmə ehtimalı var. Bunu işləmək daha rahatdır. Burada bayaq qeyd elədiyimiz kimi diqqətə saxlayacağımız yalnız bir durum var. Modal feil özündən sonra feil istəyir. Sadə formada. Have tutaq ki, düşünürsünüz ki, modaldır. Birincisi to olmalıdır. To olsaydı belə, burada nə var? Dinner. Dinner nədir? Nahar. Nahar isimdir. Olmaz. Have-in yanında to'su var, modaldır. Özündən sonra feil istəyib mi? Sadə. Bəli, doğrudur. We don't need. Need, üzr istəyirəm. Need öz inkarını özü düzəltməyib, modal deyil. Tutaq ki, yenə də sizi çaşdırıb. Need'i gördünüz, heç don't-a fikir vermirsiniz. Need'i gördünüz ki, bu modaldır. Artıq bu modaldır. Modaldırsa, tamam, modal özündən sonra nə istəməlidir? Feil. Axı, any feil deyil. Deməli, 3 də çıxdı. Need'in öz inkarını özü düzəldibmi? Bəli. Modal olma ehtimalı 100'e 100'dür. Özündən sonra nə gəlib? Feil sadə. Deməli, bu modaldır. Yəni, 2-4 bizim doğru cavabımızdır. Okay, 20'ye baxırıq. Which numbers are correct? Hansı nömrələr doğrudur? Yəni, eyni şey deyiribsə, baxıram. She, make. Make də to yoxdur. Ought işlədə bilmərəm. Çünki ought özündən sonra to istəyir.
Devam edirik. Hadn't to'su olmalıdır. Yoktur. Hasn't de öz inkarını özü düzeltmir. Deməli, 2-4 bizim doğru cavabımızdır. Cavabımız A variantıdır. Düşünmürəm ki, modallarda hər hansı bir çətinliyiniz olar. Ümumiyyətlə, test işləyərkən heç vaxt testdə "A, bu sadədir" deməyin. Dediyiniz anda o test sizi çaşdıracaq. Niyə? Çünki siz fikrinizi daha çox çətin testlərə verirsiniz və asanlar gözünüzdən yayınır. Buna görə də bütün testlərə eyni qaydada yanaşmaq lazımdır. Yəni heç birini göz ardı eləməyin. Ə, Düşünürəm ki, izahlarımız sizin üçün faydalı oldu. Gələn izahlarda görüşmək ümidi ilə. Sağ olun.